Siz nə məsləhət görsəniz, üzümdə dəyişiklik istəyirəm də, üzümdə işləyən tanınan da istəyirəm ki, üzümdə tamamən dəyişiklik olsun. Bir dəfə mən elətdirdim, göz altımlarım gözdə bəllidir. Bir də mənim elə bir üst çizgilərində biraz əyrilik var sol tərəfdə. Zaten siz görürsünüz. Nə məsləhət görərsiniz, sizə necə bir şey? Baxın, mən sizdən həkimin adını soruşmayacağım, heç bilmək də istəmirəm. Amma sizin gözünüzün altı çox gözəldir. Kim eləyibsə əllərinə sağlıq. Əgər siz bu işi bəyənirsinizsə, yəni düşünürəm ki, sabah mən də sizə neynəsəm, siz bəyənməyə bilərsiniz. Çünki siz gözünüzün altında heç siz mənə deməsəydiniz, mən bilməzdim ki, orada gözaltı işıq dolusu var. Niyə bəyənmirsiniz? Baxın, belə izah edeyim. Bunu görürsünüz. Burada şişkinlik çox olur. Yəni, bura tam istədiyim effekt var. Sizin ürəyim mənim. Siz yəqin ki 1 qram eləmişsiniz. 1 qram da sizin üçün 2 qram. 2 eləmişsiniz. Bir gündə 2 qram. 1 qram bura vurdu. Bəli. Bir də bura vurdu. Olar bilim qiymətinə nə qədər? 300 manata, 150 manatdan vurdurmuşdu. Yəni biz siz Padruqamın salonunda sıradan işləyən salonda elətdirmişəm. Yox, mən kosmetologiyanın ilk dəfəmdir gedirəm. Bir də belə anlamda da... Neçə il eləmişsiniz gözünüzün altında? 1 ilə yaxın, belə deyil tam olaraq. Belə deyim. 300 manata 2 qramın çox ucuzdur. Gözaltı çünki elə bir nahiyədir ki, ora mən çox gözəl İtaliya dolğusu və can rahatçılığı mən istifadə etdiyim bir dolğudur və belə rahat da deyə bilirəm ki, bu 2 ilə yaxın qalacaq. Yenə deyirəm, nə vurubsa, neyniyibsə bilmirəm, amma qəşəngdir. Gözaltı düşünməyin ki, yəni belə mramor kimi, mərmər kimi ola bilər. Hər gözaltı bir problemli olur da, başa düşürsünüz, gözaltı çünki asan bir nahiyə deyil. Amma gözünüzün altı mükəmməldir. Bunu deyə bilərəm sizə. Başqa? Bir də görsüz qırışlarım var. Qırışlarınız var. Bu qırışlarınız qaş arası alın, göz ətrafı. Sizə botoks lazımdır. Dərinizə mütləq egzasom lazımdır, kök hüceyrə. Yandıranlar. Yox, həyatım, iynə. Bizdə ancaq iynə. Hətta iynə vursa dər altına yandırır, belə atışan kimi olur, ara vuran kimi oturur. Oha, bütün iynələr elədir. Yəni, iynə onsuz da batanda elə bir ki, adam yox, o elə bir bizdə egzosom olunurdu mənim üzümə. Mən xanım eləyirdi. Prosto birini vurdu, elə bir vururdu, içəriyə məlhəm gedirəm. Onda elə bir yandırırdı da. Ondan isə egzosom ona deyilsizsə, ondan elətdirmişəm. Amma məsələn buralarını... Xanım, bəs nə elətdirmişsiniz? Əlinizdə bir kağızınız, bir şəkiliniz? Yox, sıradan salonda... Ay xanım, nə olsun, o sıradan bu sizin üzünüzdür. Bu sizsiz. Bu sizin simanızdır. Mən sizdən xahiş edirəm. Siz 150 manat da böyük puldur. 150 manat az pul deyil ki. Pulunuzu verəndə mən olmayayım, kim olur olsun. Preparatın şəklini çəkin, tələb eləyin. Sizə çek verilir. Çekin çölə çıxanda şəklini çəkin, telefonunuzda saxlayın. Yəni sabah başqa bir həkimə gedəndə, sabah bir məclisdə oturanda bu üzünüzə yatırtdığınız sərvətdir. Göstərin ki, mən üzümə bunları eləmişəm. Yox, valla yalan danışıb, yenə deyirəm. Siz işləyirsiniz, düzdür. Ən azından ali savadınız var ki, siz işləyirsiniz də. Yəni buna bacarığınız var ki, işləyib pul qazanırsınız. Ali savad demək də bacarıq deyil. Bacarığınız olsun. Yaxşı, bacarığınız var, işləyirsiniz, düzdür. Yəni siz bu pulu qazana bilirsinizsə, yəni bu pulu da gətirib ora əziyyətlə, zəhmətlə versə, valla tələb eləməlisiniz. Belə deyim də, Necə xanım, mənim onun işindən xoşuma gəlməmə səbəbi bugünkü gün məni sizin yanınıza gətirib. Mənim niyyətim odur ki, yəni mən yenə də vurğulayıram, mənim üzümə hansı prosedurlar lazımsa, onu yəni o oldu, getdi, o belə izah edeyim, kiməsə güvənir. Onda deməyin də mən egzasom eləmişəm. Vurulubdur. Vurulub da bir il öncə. Yandırandısa... Yandıran deyil, narahat olsun. Biz anesteziya eləyəcəyik. Sizin üzünüzü bunlar, onda bir il öncə unudur, o bir il öncə olub. Üzündə dəyişiklik sizə bırakıram. Üzünüzdəki dəyişikliyi mənə bıraxın. Mən sizə bu full botoks eləyəcəm. Sizə gicgah dolğusu lazımdır, ağız ətrafı, bir dənə də egzasom. Bu 3 prosedurla mən sizi möhtəşəm eləyirəm. 15 gündən sonra, əvvəl sonra şəklinizi sizə göstərir. Razısınız?